alimlər buyururlar ki, kim bizdən əqidəsi, mənhəcin gizlətsə də, oturub durduğu şəxsləri gizlədə bilməz. Oturub durduğu şəxslərdən biz tanıyarıq ki, bu adam kimdir? Əzəmətli qaydadır bu. Sufyan Əth-Thəvri rahiməhullah günlərin bir günü Basraya gəlir. Basrada Rabi' ibn Sabih adlı bir şəxs haqqında soruşur. Cəmaat deyir ki, şeyx, gündə 5 vaxt namaz qılır, meçiddə, sünnə əhlidir. Sufyan Əth-Thəvri deyir ki, kimdən oturub durur? Yoldaşları kimdir? Ay şeyx, bunun mövzuya nə əlaqəsi? Bu adam meçiddədir, əlindən Quran düşmür, elm alır, sünnə yaşayır. Mənə deyin görüm kimdən oturub durur? Cəmaat deyir ki, qədər inkarçılarıyla oturub durur. Deyir, onda o da qədər inkarçılarından, siz bilmirsiniz. Qədəri inkar kişi dostunun dilindədir, qardaşlar. Oturub durduğumuz insanlara fikir edək.